Aymi, Aycan, başlayaq qardaşım. başlayaq da. Əziz izləyicilərimiz, Öpsan qəsəbəsində, Öpsan kəndində, belə deyək, yolun qırağında, asfalta yaxın, məktəbə yaxın, bağçaya yaxın belə bir 4 otaqlı evimiz yerləşir. Evimiz nədən ibarətdir? Çox güman ki, bunu sizə göstərməli, bu bizim borcumuzdur. Bir dənə zəhmət olmasa, gəl evimizin daxilini göstərək, Göstərək. xarici görkəmini göstərək. Göstərək. Bax, əziz izləyicilərimiz, bu birbaşa koridor. Koridora girirsən, qəşəng, ev hal-hazırda təmirdədir. Təmir olunur, sizin öhdənizə veriləcək. Maşallah. Birinci başlayırıq qonaq otağından. Getdik ev qonaq otağına. Qonaq otağımız bundan ibarətdir. Birbaşa pəncərə, işıq sistemi. Bir dənə zəhmət olmasa bir dənə çək. Əla bir görüntüdə, əla bir mənzərəli, yola yaxındır. Ən əsası bağça məktəb. Yaxındır. İkinci otağımız bir dənə zəhmət olmasa, yataq otağımız mini, belə deyək, uşaqlar üçün əla yataq otağı, zəvqli olarlar, qəşəng, zövqə uyğundur. Tam təmirli nəzərdə olaraq bir dənə yataq otağına. Bax, burada da bir dənə yataq otağı var. Bax, bu yataq otağını bir dənə plana çək. Bax, birbaşa yataq otağı. Pəncərəsi məktəbə baxır. Bax, məktəblə üz, belə deyək. Birbaşa məktəbə baxır. Məktəbin də sağ istiqaməti baxsa. Bir dənə zəhmət olmasa, bu bir otağı da göstərək. Bax, bir otağımız da buradadır. O bu gördüyümüz otağın pəncərəsi də məktəbə baxır. Yenidən məktəbində, birinci növbədə də məktəb. Çox dərinliyinə gitmir. Dərinliyinə getsək, valideynlər ən əsası hamam və sanitar qovşağı. Bax, sanitar qovşağı hal-hazırda təmir gedir, ideal təmir olunur və alan şəxslərə veriləcək. Tam təhvil vəziyyətdə. Həmişə mənə deyirlər ki, qardaş, sən mətbəxi bir dənə böyük elə də. Mətbəxi böyük eləmək üçün də nə edilir? Bir dənə mətbəxə rapmır. O bu da mətbəximiz. Mətbəximiz əla bir mətbəxdir. Gəldiyim, aldığın əzir. Uğraşdırmaq istəyirsən, problem yoxdur. Mebel yırdırmaq istəyirsən, elə bizə zəng elə biz sizin üçün o ustaları təmin edək. Mebel, dekorasyon, dizaynerin, gətirək, köçək bura, istədiyiniz formada gəlib yıqıla bilər. Bir dənə zəhmət olmasa, bax, əziz izləyicilərimiz. Qonağın gəlib, ha. Qonağın gəlib, deyirsən ki, mən nətər eləyim. Rayondan gəlib özlə. Oydu, bir başqa. Lağa eləsən. Deyək, aşağıda da bir dənə yer var. Göndər də gəlsin, burada qalsın da. Başı da bir dənə çəkək. Qoşadaşlı qoyum, əsas odur. Deyirlər ki, adətən Öysanda qoşadaş evi olmur. Bax, biz qoşadaş evi göstəririk sizə. Bir dənə göstər. Bəyəm bu koridor, belə deyək də, kladovka deyək də, kladovka kimi şəxsi əşyalarınızı qoymaq üçün. Əgər kladovkaya yarar istəmirsinizsə, bir balaca əl gəzdirirsiniz, buna girirsiniz. 2 mərtəbədir də, qaqaşım, 2 mərtəbədir. 2 mərtəbə sayılır. Hamısında bir otaqlar var. O qaynanadan şey olanlar var ha, yanıqlı olan qaqaşlarımız var. Bax, əla seçimdir, qardaşım. Getir bura. Elə qalsın da burada da, nə istəyirsən? Qiymət nə deyirsən, Anizət? Qiymət qardaşım, qiymət 122.000 AZM. 122.000 manat. Endirim olacaq? Endirim sözsüz, endirimsiz ev olmaz. Qapıdan çıxdın, birbaşa asfalt, yola çıxırsan, 132-161 nömrəli avtobus daima hərəkət edir. Qarajımıza heç göstərmədik maşın. Bir də sol istiqamətində buta market yerləşir. Alana da, satana da xeyirli olsun. Əlaqə nömrəmiz TikTok səhifəsində qeyd olunub, Instagram səhifəmizdə qeyd olunub. Zəhmət olmasa əlaqə saxlayın. Əlaqə saxlayın, biz sizi qarşılayacaq. Bu evlə tanış eləyib, qarajı da göstərəcək ki, ondan sonra deyəsiniz ki, bu evi mən alıram. Sıraya durun, problem yoxdur, narahat eləmirsiniz. Nabora tapataram zəng eləyib, biz sizin bunu satacaq. Öpürəm, var olun, bağrıma basıram. İzləyicilərimiz, bu da evin çöl görünüşüdür.